Ümumiyyətlə dinimizdə ana obrazını təhlil eləməyi üçün biz Qur'an-ı Kərimin nazil olduğu dövrdə qadına olan münasibəti təhlil eləməliyik. Çünki o dövrdə bildiyiniz kimi qadınlara münasibət tamamilə üstdən aşağı baxış var idi. Qadının heç bir hüququ yox idi, yaşam hüququ yox idi. Bayaq qeyd etdiyimiz kimi qız uşaqlarının diri-diri bastırılması, qadının miras hüququ yox idi. Ər öldüsə, məsələn, qadına hər hansı bir mirasdan payın verilməsi qeyri-mümkün idi və digər mühüm problemlər. Ananın üzərinə düşən bir çox vəzifələr var. Lakin burada da biz görürük ki, anaya Qur'an-ı Kərim daha çox vəzifə verib. Baxın, məsələn, ana bir övladı dünyaya gətirir. O övladı bəsləmək, ona süd vermək üçün əgər ana istəsə, öz ərindən onun muzdunu ala bilər. Bax, burada anaya verilən biz dəyəri görürük. Ana, baxmayaraq ki, o uşağı özü dünyaya gətirib, onu əmizdirmək, onu yedizdirmək üçün atadan əmək haqqı deyək, muzdmu deyək, ala bilər. Digər bir mühüm məsələ, ananın övladı tərbiyə eləməkdə xüsusi bir rolu var. Hətta biz hədis mənbələrinə baxdığımız zaman görürük ki, ana bətninə artıq o nütfə düşəndən etibarən uşağın tərbiyəsi ilə məşğul olmalıdır. Çünki bəzi qidaların qəbul edilməsini biz görürük ki, Peyğəmbər qadağan edir və səbəblərini də sadalayır. Hətta turş meyvələrin yeyilməsini belə tövsiyə etmir. Ki, gələcəkdə bəli, həmən dünyaya gələcək uşaqların xasiyyətində bir tündlük kimyasına da təsir edir. Bəli, ona görə də ananın məsuliyyəti ailədə daha böyükdür. Hətta ananın ev işlərini görməsi belə icbari deyil. Yəni, bütün bunların hamısı onu göstərir ki, ailədə qadının, xüsusilə də ki, ananın rolu tamamilə İslamda digər mədəniyyətlərə nisbətən fərqlidir.